1943-cü ildə onun Ananın Öyüdü şeiri Amerikada keçirilən müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində dünyanın ən qiymətli 20 əsərindən biri seçildi. Şeir New Yorkda çap olundu. Bu, Azərbaycan poeziyasının səsini dünyaya çatdıran mühüm hadisələrdən biri idi. Bu fakt iki mətləbi aşkar edir. Birincisi, Səməd Vurğun mübarizə adamı idi. İkincisi, hələ Sovetlər dönəmində indi belə çoxlarının aşa bilmədiyi sərhədləri Amerikaya, lap Çinə qədər sözün qüdrəti ilə aşmaq mümkün olub. Bəzən ona damğa vurmaqdan ötürü deyirlər ki, o çoban şairi. Səməd Vurğun xalq dilini də gözəl bilirdi. Təbiət gibi çobanlarla oturub dururdu. Onlarla çörək yiyirdi, sazın yanında otururdu. Həm də Moskvada, Sovet yazıçıların qruplarında məruzə edirdi. Təkcə Şota Rustavelinin Pələng dərisi geymiş pəhləvan əsərinin tərcüməsi ən böyük abidə idi. Şair öz həmkarları ilə birlikdə onu tərcümə edərkən sanki yenidən özü yazmışdı. Bəzən pələng dərisi geyinərək neçə gəncin qayğısına da qalmışdı. Onun 50 yaşında həyatla vidalaşması sadəcə ölüm faktı deyildi. Repressiyaların, təzyiqlərin, vicdan sızıltısının acı nəticəsi idi həm də. Sinəsini kimlərin və nələrin qarşısında gərməmişdi ki, xilas edə bildiyi də vardı, bilmədiyi də. 1933-1953-cü illərdə Azərbaycanı rəhbərlik etmiş Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovun xatirələrinə göz ataq. Bir dəfə Moskvadan Bakıya qaydırdıq. Qatarda Səməd Vurğun mənə yaxınlaşıb Mikayıl Müşfiqin günahsız yerə repressiya olunduğunu dedi və onun azad edilməsini xahiş etdi. Mən isə ona cavab verdim ki, artıq gecdir, Müşfiq güllələnib. O, Rəsul Rızanın milli məfkurə uğrunda savaşında belə ona himayəçi olmuşdu. Bugün Vurğun sevənlərin toplaşdığı məkanlardan biri də görkəmli şairin ev muzeyidir. Azərbaycanda yazıcı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Muzey 6 oktyabr 1975-ci il ümumi lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Sovet ədəbiyyatı günləri keçirilərkən təntənəli açılışı olmuşdur. Və Səməd Vurğun bu mənzildə ömrünün son 2 ilini yaşamışdır. Tarix və xalq onu unutmadı. Bugün də qəlblərin şeiriyyət hakimi olaraq qalmaqda davam edir. Ölüm onu könüllərdən silməyə qadir olmadı. Səməd Vurğun ev muzeyinin ən dəyərli eksponatlarından biri də 1956-cı il 27 may tarixində görkəmli şairimizin ölümündən sonra Fuad Əbdürrəhmanov tərəfindən hazırlanmış ölüm maskasıdır. Səməd Vurğuna həsr etdiyimiz bu süjetimizdə biz onun əsərlərinin ədəbi təhlilini də edə bilərdik. Amma görünən dağ bələdçi tələb eləməz. Elin yurdun ev eşiyində, körpələrin beşiyində, çaylarımızın selində, sazımızın telində, mübarizlərin, vətən sevdalıların dilində yaşayır Səməd Vurğun şeiri. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən, ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Ruslan Qasımov, Vahab İmanzadə, Orxan Qayıbov, ASTV Xəbər.